Mən həmişə demişəm, qrup rəhbəri olmaq o qədər çətin, o qədər məsuliyyətli, o qədər əzab vəziyyətli işdir ki, yəni bəlkə də qrup rəhbəri kimi ikinci çətin iş yoxdur. Biri var bir nəfərin məsuliyyətini daşıyasan, biri var 2 nəfərin məsuliyyətini daşıyasan, biri də var 80-90 nəfərin, 100 nəfərin məsuliyyətini daşıyasan. Sabah məsələn hansısa bir yola çıxdın, bir nəfərə avtobusu bir şey oldu ya və yaxud da dünyasını dəyişdi, öldü, səni boynuna qalacaq. Niyə? Çünki qrup rəhbəri sənsən. Ona görə ki, qrup rəhbərlərin əksəriyyəti, əgər bu iş olmasa, onlar çörəksiz qalacaqlar. Onların yəni çörəyi olmayacaq qazanmağa. Yəni onların işi olmayacaq. Bəziləri düşünür ki, qrup rəhbəri Hasan olmaqdır. Amma bir şey yadda saxlayın. Sən Bakı daxil adam apara bilərsən. Sən nə bilim, hansısa bir yerə, bir mövsümə falan yerə adam apara bilərsən. Amma əsl qrup rəhbəri ona deyərəm ki, həm rayon ziyarətlərinə çıxsın, həm də ölkə, xarici, məsələn, Məşhəd, Kərbəla, Həc, Ümrə, Samira, Kazımeyn, Nəcəf, bu kimi ziyarətlər geçsin, deyərəm ki, əsl qrup rəhbəridir. Yoxsa bəziləri var, Bakıdan qırağa çıxa bilmək özlərini qrup rəhbəri deyir. Belə qrup rəhbəri olmaz. Yəni, sadəcə olaraq belə insanlar ki var, hə, qrup rəhbəri qaz vurub qazanda otururlar. Yəni, sözlərini belə çıxır da, amma siz onların çətinliklərin, əzab əziyyətin, onların zülümün, onların nə bilim, yolda çəkdikləri pis vəziyyətini görsəz, ömür billah belə danışmarsınız. Çünki qrup rəhbəri olmaq üçün həm məsuliyyət tələb edir, həm diqqətli olmalısan, həm ən azına insanlar üzərində nəzarətin olmalıdır. Yəni, elə olmamalıdır ki, sabah bir nəfərə bir şey oldu, hə, mən necə sən deyil. Sabah səni bu şeyə görə məhkəməyə də verə bilərlər. İşdə düşər sənə ki, buna bir nəfərin cavabdehi sən daşıya bilmədin.